Hər kəsə salam. Bu gün sizinlə çox bəyənəcəyiniz salat resepti bölüşürəm. Laylay doğranmış toyuğun sinə ətinə, damaq dadına görə ədviyyatlar əlavə edib qarışdırıb, 1 saat dinləndirdikdən sonra zeytun yağında qızardıb, xırda-xırda doğrayıram. Xamanın üzərinə xardal və limon şirəsi əlavə edib qarışdırıram. Salat daha səliqəli olsun deyə formada yığıram və bütün tərəvəzlərə sürcəzin böyük gözündən keçirmişəm. Tərəvəzləri hamarladıqdan sonra lazım olarsa duz səpib xama çəkirəm. Sonda isə üzərini örtüb, daha ləzzətli olması üçün 6-7 saat soyuducuda saxlayıram. Resepti isə tam dəqiqliyi ilə videonun açıqlama bölməsində qeyd edəcəm. Növbəti videolarda görüşənə kimi sağ olun, sağlıqla qalın.